Dünyada da hər nə qədər yaşasaq da, bir gün mütləq sonlanır. Cənnət mükafatlandırılma yeri, cəhənnəmdə həmin o cəzalandırılma mexanizmidir. Təbii ki, bunların olduğunu inkar eləmək özü absurd. Norveçdə adam çıxır 73 nəfəri qətlə yetirir. Otel tipli bir həbsxanada azadlığı müəyyən mənada məhdud olunur. Amma buna baxmayaraq onlayn universitet oxuyur, yeməyi, içməyi həmin orada öldürülən vətəndaşların valideynlərinin vergilərdən əldə edilən vəsaitlə ödənilir. Yaxşı, bu ədalətdirmi? Deyək ki, 73 nəfəri öldürən bir insanı orada ölüm hökmünə cəzalandırılsa belə, bu bir nəfərin əvəzinə əvəz olacaq. Bəs 72 nəfərin cəzası harda qalacaq? Bu da ədalət deyil. Bəzən insanlar öz varidatına görə, bəzən öz gücünə görə, bəzən cəmiyyətdəki mövqeyinə görə ədalətsizlikləri eləyərək bu dünyadan köçüb gedirlər. Amma sonrası nə olacaq? Sonrası da təbii ki, ya cəzalandırılması var, ya da qarşı tərəfin mükafatlandırılması var. Mənim dediyim hər bir şeyi belə bu dünyada qoyub gedirik. 70 il, 80 il yaşayan insanlara belə öz ömürlərini xatırlatsalar belə, danışsalar belə, baxırsınız maksimum danışa biləcəkləri müəyyən bir gün və ya da 2 gün qədər danışa biləcəkləri məsələlərdir. Çünki insanların əsasən yadında qalan xatirələrdir, insanların yaşadıklarıdır. Mən özümə bunu daha çox xatırladıram hər gün ki, axirət var, unutma. Yəni eləyəcəyimiz hər bir əməlimizə görə cavab verəcəyik biz. Yaşadığımız dünyada düzgün toxumları səpək ki, onun nəticəsini, onun məhsulunu o tərəfdə daha gözəl şəkildə ala bilək.